Salam, hörmətli soydaşlarımız, hamınızı xoş gördük. Bugünkü ekstrini biz verilişim Rusiyanın Perm vilayətindən olacaq. Hal-hazırda mən Perm vilayətindəyəm. Yoldaşlar, Moskvada olarkən YouTube'da bir video materialla tanış oldum. Bizim Perm şəhərində yeni yaradılmış bir cəmiyyət var. Mən hələ o cəmiyyətin rəhbəri ilə hələ görüşməmişəm. Yaxında Allah qoysa onunla görüşüb, ondan da izahat alacağım. Orada bizim soydaşlarımızı cinayətkar dəstə kimi qələmə verən Perm şəhərindən bir sifarişçi var. Mən həqiqətən o verilişə baxdım, baxdım gördüm ki, Rusiyada bunu paylayırlar. Bu paylaşma məni çox biraz şübhələndirdi. Mən Perm şəhərinə gəlməyə qərar verdim. Bu verilişlə əlaqəli burada öz jurnalist araşdırmamı başladım. İndi yoldaşlar, mən bu şəhərin 2 saatdır, 3 saatdır gəzirəm. Bir güncel anonsum da oldu. Anonsdan sonra şəhərdə soydaşlarımız haqqında bir məlumat toplamaq istədim. Əvvəlcə burada 15 ildir Rusiya Perm şəhəri üzrə Mədəni Muxtariyyatı rəhbəri Çingiz Isayev haqqında bir məlumat almaq istədim onun fəaliyyəti ilə. Bu adamın fəaliyyətini kimsə yaxşı qələmə vermədi mənə. Bu 15 ildir bu cəmiyyət rəhbəridir. Mənim özüm gördüyümü bunun hər zaman sosial şəbəkələrdə bunun bir paylaşımları olur. Bu adam bir fotomodel deyəlim mi var, yoxsa nədirsə bunun pastayanlı toylardan şəkillər, videolar paylayır. Hansısa toyda oldu, hansısa məncə bu. Özü də ki, yaxşı içməyi sevir bu adam, içəndə toylarda artıq hərəkətlər də eləyir. Bunun ictimai fəaliyyəti də elə bu alkohol içkilər təsirindən də çox hadisələr törədir. Yoldaşlar, indi bunun özünün fəaliyyətini deyəcəm mən, onu sonra deyəcəm sizə. İndi mən əvvəlcə bu video materialla əlaqəli, çünki burada soydaşlarımızın haqqında ilin bu vaxtında bu videonun belə sifariş olunmağı həqiqətən məqsədə uyğun deyil, yəni, ayıbdır yəni. Çünki mən özüm də hər hansı bir diaspora rəhbərini tənqid eləyəndə çox bu şeylərə diqqət eləyirəm. Çünki lazım deyil belə. Burada yeni açılmış bir cəmiyyət üzvləri var, bunların şuranın yəni üzvləri var. Bu şuranın üzvlərində də orada 3-4 nəfərin adını çəkib, 3-4 nəfər haqqında mən hələlik məlumat toplamışam. O yoldaşlar haqqında müsbət cavablar aldım. Yəni, İslam dedilər, Ruslan Məmmədov, mən deyirlər hansısa burada bizneslə məşğuldur. Hələ mən özüm görməmişəm, onunla da mən söhbətim olacaq bu haqqında. Onun dedilər, xeyriyyətçilik işi var onun əsas. Xalqına burada yardım eləyir, davamlı olaraq burada gələn soydaşlarımızın xəstələrinə, nə bilim, SVO-ya kömək eləyir böyük miqdarda. Xalqımıza çörək verir, vergilərin vaxtında ödəyir. Bunun heç bir cinayət işi ilə əlaqəsi yoxdur. Bu bir sifarişdir bunun haqqında. Mənim o video materialı bir jurnalist kimi senzuradan keçirtdik. IP işinə məşğul olan bizim mütəxəssislər var. 3 dəfə fırladı. Bu sifariş də robotdur. Və bu sifarişi eləyən birbaşa, mən onu Azərbaycanlı adlandırmaram bir daha, Çingiz Isayevdir. Çingiz Isayev bunu nə məqsədlə eləyir, hələ bilinmir. Çünki belə mənim şübhəm var ki, yeni yaranan burada bir cəmiyyət var. Burada mən bildiyim qədər Elməddin Hüseynovdur. Mən hələ tanışdım, ancaq yaxında Allah qoysa ilə görüşəcəm. Onun da mən bu video materialla əlaqəli o da izahat verməlidir. Xalqın qarşısına çıxmalıdır, izahat verməlidir. Bu nə deməkdir bu söhbət? Onun şura üzvlərindən də mən bir neçə nəfəri mən bura dəvət eləyəcəm. Onlar da efirdə mütləq bir izahat verməlidir. Çünki bu millətin adından gedir. Bu cəmiyyəti açıblarsa, bunlar olan o məlumatı ya təksib eləməlidirlər, ya deməlidirlər ki, biz bu işin sahibiyik. Yəni cinayətkərik. Amma Çingiz Isayev, sizin bu sifariş eləməyiz, elə bilmiş ki, dəvə girdi pambuğa, görünmədi. Sən bilmirəm, polisi işləmsən, necə işləmsən bilmirəm. Ancaq belə şeylər sifariş verəndə və paylaşımlardan da məlumdur ki, kimlərə paylayırsınız, nə olsun, paylandı.
Amma bunun arxasında necə dayanacaqsınız, onu xalq görəcək. Elə buradan sənə bir sual vermək istəyirəm. Sən bir tərəqqi medal almışsan, progres. Onu nəyə görə almışsan? Belə işlərə görəmi? Millətə qarşı torba tikməklə mi almışsan, yoxsa nəyə görə veriblərsən progresi? Özdə Azərbaycanda. Mən səni burada gördüm, yəni səni tanıyan yoxdur. Elə ancaq səni hardan tanıyırlar? Yoldaşlar, burada bir nəfər dünyasını dəyişir, bu burada monopoli yaradır. Pullar bunun kartına gəlməlidir ki, bu cənazəni Azərbaycana bu göndərməlidir. Gör, nə ilə məşğuldur. Mən dəfələrlə demişəm, federal mədəni muxtariyyət və yaxud digər federal mədəni muxtariyyətlər onun ustavında, yəni nizamnaməsində nə yazırsa, onun üzərində hərəkət eləməlidir. Sən o kartlara pulu yığıb, yoldaşlar, buradan bütün o aeroportda da o quruz universitetlərin hamısının qiymətlərini, ritual usluqa deyirlər, bunların hamısını öyrənmişik. Bu adam bu işlə məşğuldur. Monopoli yaradıb. Özü də orada videoda deyir ki, hansısa meyvə bazasında monopoli ilə məşğuldular. O meyvə bazasında monopoli olar, hər yerdə var. Bu Moskvada da var, onun orada. Bu monopoli sözümlə mən başa düşə bilmirəm, onu gərək sübut eləyəsən. İndi hələ mən o bazada olmamışam, onu da mən orada bazada araşdıracağım. Heç o adı çəkilən yoldaşları yox. Mən müstəqil bir araşdırmamı aparacağım yəni. Mən elə dünənləri Perim şəhərinin o bir meydanına bir anons eləmişdim. Anonsa dərhal reaksiya verən var. Bilirəm orada o qırmızı xətti keçən, elə başda Çingiz Isayev olmaq şərtilə mən hamısını görürəm orada. Hamısı Çingiz Isayevin verdiyi sifarişdir. Bir də orada bir Sarvan Kərimov şeylər yazır orada. Mən valla Sarvan Kərimovu nə tanımıram, nə üzün görürəm. Amma bir dənə mən onun Facebook səhifəsinə girdim, orada profilində bir şəkil var. O şəkilə baxanda Afrika ölkəsinə gedib Sakarya səyahətə çıxmaq lazımdır. Elə o profildə şəkillərə baxın, orada görəcəksiniz. Bir neçə adamın şəkli var orada, mən o tanıyıram o adamları. Elə o şəkilə baxmaqla hər şey məlum olacaq. Kimdir oradan, özü də necə adamdır, o görəcək. Mən buradan Sarvan Kərimov deyirəm, xəbərdarlıq eləyirəm. Sən radara düşməmsən, hələ özün yığışdır. Mən öz araşdırmanı aparıram. Bəlkə Çingiz İsayev sənlə dostsu, sənə sifariş verir. Amma mənə heç kim sifariş vermir. Mən bura gəlmişəm, buradan Yekaterinburqa keçəcəm, oradan aşağı ola bilər Çelyabinskiyə, Samariya, yəni bu mənim öz işimdir. Sənin mənə göstəriş verməyə ixtiyarın yoxdur. Sən öz işinlə məşğul ol. Amma mən hər şeyi sübut eləmişəm burada cəmaatla. İndi yoldaşlar, mən bu sözü, yəni bu iki verilişi sizin nəzərinizə çatdırıram. Çingiz İsayev haqqında mənim başqa bir verilişim də olacaq. Görək o necə onu sifariş elətdirib. O haqda sizə tam məlumat veriləcək. Amma yenə də deyirəm ki, buradan lənətləyirəm, ayıb olsun belə bir verilişi sifariş vermək. Zamanının bu vaxtında. Çünki əgər kimsə bir işlə məşğul olursa, xalqa bir zülüm verirsə o diyarda, bəli onu deyə bilərsiniz. Amma sizin əlinizdə bir əsas olmadan belə işlərə qoşulursunuz. Mən açığını sizə deyim ki, bunun revanşı olacaq, cavabı olacaq. Çünki mən 39-cu qanuna əsaslanaraq aldığım məlumatları, kimdən məlumatlar almışam, o adamların adını mən burada çəkmirəm. Çünki təəssüfsüzlük nəzərində hamısı mənə danışdı. Kim o verilişi sifariş verib, kim onu maliyyələşdirib, hamısını o adam mənə danışdı. Cengiz, sən əgər cəmiyyət rəhbərisənsə, yaxşı, cəmiyyət rəhbəri kimi hərəkət edir. Bir başqa adam cəmiyyət açacaqsa, çalışın, birləşin bir yerdə millət xatirinə iş görün. Yoxsa sən belə tərbiyəsiz videolar düzəldəcəksən, bu heç, nə ki, kişiliyə sığmayan bir sözdür. Öz millətvə qarşı sən belə quy qazırsan, ayıb olsun sən buradan. Mən açıq deyim, hələ o biri nə işlərlə məşğul olmuşsan, neçə insanlardan pul alıb, güya onun işini görmüşsən, hamısı açılacaq. Faktı ilə. Mən sənə faktla danışacağım. Sən polis işləyəndə də nətər tərbiyəsiz işlərlə milləti allatmışsan, nətər işlər görmüşsən burada, hamısı mənim əlimdədir. Mən o material buradadır. Hələ o materiala keçmirəm. Hələ mən həndə bu, YouTube-da olan bu materiallarla əlaqəli sənə məlumat verirəm. Çox sağ olun cəmaat.
bu verilişə baxıb xahiş olunum, abunə olun və paylaşın. Davamı inşallah olacaq. Sağ olun, sağlıqla qalın.